Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Aparıcı Elgiz Əkbər Elgizlə izlə verilişində adını açıqlamadığı müğənni ilə yaşadığı qalmaqaldan danışıb. Aparıcı bildirib ki, həmin müğənnini məclislərin birində etdiyi hərəkətə görə təhqir edib. Mən Fransada bir tədbirə dəvət etmişlər. Bir müğənnini də dəvət etmələrini onlara təklif etdim. Bu söhbətdən bir müddət keçəndən sonra tanıdığım çox ziyalı, imkanlı ailə məni evlərinə qonaq çağırdı. Dedilər ki, müğənni var, hansı ki səfərə mənimlə gedəcək, ona klip çəkmək istəyirik. Klip 60-70 min civarında olacaq. Bu ailə həmin pulu verib klipi çəkdirdi. Elə oldu ki, həmin müğənni ilə eyni məclisə düşdüm. Məndən həmin ailə ilə yaxın olub olmadığımı soruşdu. Dedim belə də 20 nəfərin arasında həmin ailənin evində qulaq şahidi olduğu məsələni dilə gətirdi. Gör necə səviyyəsiz, murdar adamdır ki, ona 70 min manat sərf edən bir ailənin təsadüfən eşitdiyini, evində eşitdiyi şeyi cəmaata danışır. Özümdən asılı olmadı. Ayağa durub dedim ki, sən necə murdar məxluqsan, utanmırsan? Onu sildim. Tədbir iştirakçılarına da zəng vurdum ki, o gəlirsə mən gəlmirəm. Yaxşı etmişəm ya yox. Amma sonda nə oldu? Nə işlər qurdusa, o tədbirə getdi, mən gedə bilmədim. Belə şeylərdə ustadırlar. Belə adamlara çörək vermək, qapıya buraxmaq olmaz.